Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Əziz izləyicilər, buyurun, tamaşa eləyin bu günləri İran İslam Respublikasının 47-ci il dönümünə. Görün nə qədər cəmiyyət və izdiham cəm olub və bu cəmiyyətin burada cəm olması əslində bu işin arxasında Allahın olmağının göstəricisidir. Çünki İmam Xomeynidən o vaxt soruşanda ki, sən hardan bilirdin ki, hələ 2 il inqilabdan qabaq, sən hardan bilirdin qabaqcadan ki, inqilab olacaq? İmam Xomeyni buyurdu ki, mən xalqın cəm olmağından, xalqın bir yerə yığışmağından, xalqın istəyindən başa düşdüm. Çünki xalqların, insanların qəlbləri Allahın əlindədir. Və bu xalqın burada cəm olmağı Allahın iradəsini göstərir. Onu göstərir ki, bu inqilabın arxasında, İran İslam Respublikasının arxasında Allah durub. Ona görə yer üzündə nə qədər hegemon düşmənlər, İran düşmənləri var, nə qədər çalışırlar ki, bu İslam hökumətini aradan aparsınlar, propaganda aparırlar. Əleyhinə hər gün şayələr düzəldirlər ki, İran dağılır, İran məhv olur, İran cinayət törədir, İranda qan tökülür. Bütün bu yalanlar hamısı yerə düşür, hamısı divara dəyir, hamısı puça çıxır. Çünki bu nizamın arxasında Allah durub. Və bu nizamın yiyəsi, sahibi İmam Zaman əleyhissalamdır. Mən sizə təbrik deyirəm. Başda İmam Zaman əleyhissalama mübarək deyirəm. Bu müqəddəs və gözəl günü və bayramı təbrik edirəm və İmam Xamenei ağaya təbrik deyirəm. Allah Taala bu nizamın bərəkətinə, bu İslam inqilabının bərəkətinə, İmam Zaman əleyhissalamın zuhuruna hər nə qədər mümkündür tezləşdirsin və o günün bayramını inşallah bütün yer üzündə olan tevhid tərəfdarları bir yerdə bayram keçirsinlər. Elhamdülillahi Rabbil alemin. Sizə Allah'a emanet edirəm. Ya Ali.